Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme atin nufusana taqvaha ve zekkiha ente hayrun men zekkaha. Ente veliyuha ve mevlaha. 6-cı fəslin 3-cü dəlilini götürək. Allah subhanahu ta'ala buyurur, Tövbə surəsi 31-ci ayədə və müəllifin gətirdiyi dəlil də budur. İttəxazu əhbərahum və ruhbanahum arbaban min dunillah. Onlar alimlərini və rahiblərini Allahdan başqa tanrılar, məbudlar qəbul etdilər, götürdülər. Və bu ayənin bu fəslə dəlaləti zahirdir. O da Allahdan başqasına yönəlmək, böyük məsələlərdə Allahdan başqasını istəməkdir. Və bu da ixlasa ziddir. Tövhid isə ixlasla Allaha yönəlmək və Allah subhanahu ta'alanı istəməkdir. Ümumən Quranda min dunillah, hansı ayələrdə ki eşitdiniz, gördünüz ki min dunillah gəlib, yəni Allahdan başqa. Deməli, Allahdan başqalarına nisbət olunan həmin şeylər Allahın ixtisasında və sırf Allaha məxsus olan şeylərdir. Sırf Allaha məxsus olan şeylərdir. Və eləcə də bu ayənin tamamında da inşallah tövhidin təfsiri bəlli olmuş olacaq. Bunu qeyd edəcəm Allahın izni ilə. Deməli, ittəxazu əhbərahum və ruhbanahum arbaban min dunillah. Onlar alimlərini və abidlərini, rahiblərini Allahdan başqa rəblər, tanrılar götürdülər özlərinə. Bu ayədə la ilahə illallah kəliməsinin, la ilahə illallahın onun ziddinin bilinməsi ilə bəyanı var. Onun ziddinin bilinməsi ilə bəyanı var. Ümumən əşyalar da ziddi ilə daha yaxşı tanınır. Əşyalar ziddi ilə daha yaxşı bəlli olur. Tövhidin ziddi olan şirkin bilinməsi ilə tövhid bilinmiş olur. Əgər tövhidin ziddi olan şirki bilsən nədir şirk? Elə bunun özü ilə belə tövhidi bilmiş olursan və insanın Allahdan başqasını Rəbb, ilah götürməsi də şirkdəndir. İnsanın Allahdan başqasını Rəbb və yaxud ilah götürməsi şirkdəndir. Və insanın Allahdan başqasının Rəbb və ilah götürməsinin isə ayinləri var, əlamətləri var. Və biz necə bilirik ki, filan kəs başqasını, nəyisə, kimisə özünə ilah götürüb və yaxud Rəbb götürüb bunun əlamətlərinə, ayinlərinə görə və həmin o əlamətlərdən də birisi, əlamətləri çoxdur, amma bizim toxunacağımız, üzərində danışacağımız həmin əlamətlərdən də birisi Allahdan başqalarına onların halal və haram məsələlərində, yəni halalı haram və haramı halal etmə məsələlərində tabi olmaq. Allahdan başqalarına halalı haram etmə və haramları halallaşdırma məsələlərində inancla və təsdiqlə tabi olmaq. Bu da şirkdir. Bu şirkdir. Kitab əhli barədə nazil olan bu ayənin də məqsədi elə budur. Həmən kitab əhli barədə bu ayənin nazil olma səbəbi bayaq dediyimdir. Onlar Allahı qoyub, Allahı buraxıb, öz alimlərini, abidlərini, nədir? Rahiblərini, tanrılar və yaxud məbudlar götürdülər. Və ayədə keçən əhbar, İttəxazu əhbərahum, əhbar kəlməsi hibr və yaxud həbr kəlməsinin cəmidir. Yəni, əhbar deyilir alimlərə. Hibrul ümmə deyəndə məsələ bizim hədisdə keçən, yəni sallallahu aleyhi ve sellem dediyinə əsasən Hibrul və həbrul ümmə, yəni İbn Abbas barədə deyilmiş bir kəlmədir. Yəni, ümmətin alimi. Deməli, əhbar alimlər. Ümumən, amma xüsusilə
daha çox Yahudilərin nədir? Yahudilərin bilənləri barədə deyilir bu kəlmə. Və ruhban isə rahib kəlməsinin cəmidir. Rahib isə yəni abiddir. Abid. Abid kimdir? İbadət edən, zahid olan, yəni ibadətlərlə Allaha yönələn, bir növ tərki dünya olan zahidlik nə deməkdir? Yəni tərki dünyalıq. Tərki dünyalıq. Rahib budur. Deməli, kitab əhli və onların yolunda olanlar ittəxazu əhbərəhum və ruhbənəhum ərbabən min dunillah. Öz alimlərini və rahiblərini, yəni abidlərini Allahdan başqa rəblər, tanrılar və yaxud məbudlar qəbul etdilər, götürdülər. Və bu onu göstərir ki, cahil bir toplum üçün, Allahın dinini, Allahın şəriətini bilməyən bir toplum üçün, tövhidi bilməyən bir toplum üçün alimlər və rahiblər və yaxud alimlər və abidlər fitnə məstəridir. Fitnə məstəridir. Nəyə görə? Çünki Allahın əzəmətini, böyüklüyünü layiqincə bilmədikdə insanlar Allahın mütləq hakim olduğunu və bu hakimiyyətində şəriki olmadığını layiqincə bilməyəndə insanlar həmin əzəməti, həmin böyüklüyü, həmin hakimiyyəti insanlara nisbət etmiş olurlar. İnsanlara. Və necə bir insanlara? Sıradan hər kəsə yox. Elmdə hündür olan, elmdə irəli gedən və yaxud ibadətdə irəli gedən insanlara. Və ümumən alimlər, yəni ya zəlalət alimləridir, Yahudilərin alimləri kimi, ya da hidayət alimləridir, insanlara haqqı hidayəti tövsiyə edən şəriət alimləri kimi. Onlara tabi olanlar da eləcə də ya zəlalətdə tabi olacaqlar, ya da haqda, hidayətdə nədir? Tabi olacaqlar. İttəxazu əhbərəhum və ruhbənəhum ərbabən min dunillah. Onlar alimlərini və rahiblərini, abidlərini Allahdan başqa rəblər götürdülər. Rəblər, tanrılar, məbudlar. Necə götürdülər? Nə etdilər? Həmən bunun təfsiri hədisdə gəlib. Məşhur hədisdə gəlib. İmam Əhməd, İmam Tirmizin rəvayət etdiyi. Sənədi barədə sonra danışacağım inşallah. Amma məşhurdur bu hədis. Adi İbn Hatim radiyallahu anhu o vaxtı Nəsrani idi və gəlir Allah Resulü sallallahu aleyhi ve sellemin yanına bir gün daxil olur. Boğazında qızıldan olan xaç. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, alqi anka hazal vasan. Bu bütü at üstündən. Boğazından çıxart tulla bu bütü. Demək ki, büt təkcə önündə səcdə edilən, istənilən deyil. Büt eyni zamanda daşınılan ola bilər, saxlanılan ola bilər, etiqad olunan ola bilər. Çıxart at bunu, bu bütü deyir öz üstündən. Yəni, sonra bu qəbul edir İslamı, qəbul edir Adi İbn Hatim radiyallahu anhu və eşidir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bu ayələri oxuyur. İttəxazu əhbərəhum və ruhbənəhum ərbabən min dunillah. Onlar alimlərini və abidlərini Allahdan başqa rəblər qəbul etdilər, məbudlar götürdülər. Deyir ki, ya Rasulallah, onlar ona ibadət etmirdilər. Və yaxud deyir ki, biz ibadət etmirdik. Biz ibadət etmirdik. Ləfzdə, rəvayətdə. Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem Əleysə yuharrimuna ma əhəllallahu fətuharrimunahu və tuhilluna ma harramallahu və tuhillunahu qalə qultu bələ qalə fətilkə ibadətuhum. Allahın Resulü deyir ki, sallallahu aleyhi ve sellem məyər onlar haramı, Allahın haram etdiklərini halal edib, siz də onu halallaşdırmırdınızmı? Və Allahın halal etdiyi şeyləri haram edib,
Siz də onu haramlaşdırmırdınızmı? Deyir, dedim ki, bəli. Deyir, bax, bu elə ibadətləri idi. Bu, onların ibadəti idi. Bu, onların ibadəti. Yəni, sizin ibadətiniz bundan ibarət idi. Yəni, onlar, həmin alimlər, hər hansı bir şeyə halal deyərdilərsə, Allahın haram etdiyi şeyə halal deyərdilərsə, siz də bunu halallaşdırırdınız. Halal olmağına etiqad edirdiniz. Və yaxud Allahın halal etdiyini haram edərdilərsə, siz də haramlaşdırırdınız. Şəriətin, yəni əksinə olaraq. Deməli, şəriətdə Allahın dinində halalları halal etmək və yaxud haramları da halallaşdırmaq, yəni bu hökmlərdə yəni Allahın kim bunu belə bu cür edərsə, kim Allahın halal etdiklərini haram edər və yaxud haramlarını halal edərsə, bu hökmlərdə nədir? Özünü Allahın yerinə qoymuş olar. Çünki niyə? Halallaşdırmaq və haramlaşdırmaq kimin hökmündədir, kimin ixtiyarındadır? Allah subhanahu ta'ala. Əşyaları haram edən, halal edən, bu halaldır, bu haramdır. Bunu təyin edən Allah subhanahu ta'aladır. Və la təqulu limə tasifu əlsinətikum həzə halalun və həzə haram litəftəru alallahil kəzib. Dilinizin alışqanlığına əsasən o halaldır, bu haramdır deyib Allaha iftiralar atmayın, deyir Allah subhanahu ta'ala. O halaldır, bu haramdır, sənin ixtiyarında deyil bu məsələ. Halallaşdırmaq böyük məsələdir. Haramlaşdırmaq böyük məsələdir. Bu, Allah subhanahu ta'alanın ixtiyarında olan, Allahın haqqı olan şeylərdəndir. Allahın haqqı olan şeylərdir. Ona görə buna, bu məsələ deyil, müşərri'a. Müşərri kimdir? Allah, yəni şəriət qoyucusu, qanun qoyan, halal və haram təyin edən, təşri edən, buna müşərri deyirlər. Və bu sırf Allah subhanahu ta'alanın nədir? Xüsusiyyətlərindəndir. Bu şeylərdə heç kəs Allahın önünə keçə bilməz. Heç kəs Allahın önünə keçə bilməz. Əm ləhum şurakəu mə ləm yəzən bihillə əm ləhum şurakəu. Allah Teala buyurur Şura surəsi 21-ci ayədə. Əm ləhum şurakəu şər'u ləhum minəd-din mə ləm yəzən bihillə. Onların Allahın dinində izin vermədiyi şeyləri, onlara qanunlaşdıran, şəriət edən bir şərikləri mi var? Fikir ver, Allahın izin vermədiyi şeyləri insanlara qanuniləşdirən, şəriət edən, halal haram edən bir ortaqları, şərikləri mi var? Deməli, bu şeyləri edənləri Allah şəriklərdən, ortaqlardan adlandırdı. Deməli, bu cür edənlər kimlər ki, şəriətdə olan halalları haramlaşdırır və haramları halallaşdırır, özləri tağutlardır. Bunların özləri, kimlər ki bunu edir, özləri tağutlardır. Və bu işdə onlara tabi olanlar da müşriklərdir. Bu işlərdə onlara tabi olanlar da nədir? Həmin tağutları Allaha şərik qoşan müşriklərdir. Nədədir bu şirk? Təşri məsələsində, qanun qoyma və yaxud halal və haram təyini məsələsindədir bu şirk. Halal və haram məsələsində tabiçilikdə olan bir şirk. Ona görə buna şirkut daati deyilir. Şirkut da'a, itayət şirki. İtayət, tabi olmada olan nədir? Tabiçilikdə olan şirk. Allah Resulü sallallahu aleyhi ve sellem onlara ibadət etdiklərini də, yəni onlara ibadət edirdilər deməsi də həmən nədir? Qəsdi budur Peyğəmbər sallallahu əleyhi və səlləm. Yəni itayətdə, tabiçilikdə olan onlar şirkə düşmüşdülər. Yəni ibadət təkcə ruku və səcdədən ibarət deyil ki. İbadət təkcə ruku və səcdədən ibarət deyil. Allahın qoyduğu qanunları təzim etmək ibadətdir. Allah subhanahu ta'ala ayinlərini təzim etmək ibadətdir. Allah Taala'nın əmrlərini
təzim etmək ibadətdir. Qadağalarını təzim etmək ibadətdir. Halal və haram etmə məsələsində Allaha tabe olmaq və heç kəsi Allaha bu şeydə ortaq götürməmək ibadətdir. Bütün bunların hamısı nədir? İbadətdir. Yəni məxluqat nə sözü, nə əmrləri, nə qadağaları əsla və əsla Allah Subhanahu taalanın nədir? Sözü ilə, qadağaları ilə, əmrləri ilə bərabər tutula bilməz. Və insanların bir çoxları bu məsələdə özləri də bilmədən şirkə düşürlər. Necə? Başqalarının sözlərini, başqalarının əmrlərini, qanunlarını Allahın əmrlərindən, qanunlarından, qadağalarından nədir? Üstün yerə qoyduqlarına görə. Və bu necə bilinir? Tabiçilikdə zahir olur bu şeylər. Elə deyilmi? Tabiçilikdə bilinir bu. Və yaxud qarşı-qarşıya gələndə insanın önündə ya Allahın əmri var, ya da bəşəriyyətin əmri var. Yəni, ya Allahın əmrinə tabi olacaqsan, bəşəriyyətin əmrini buraxacaqsan, ya da bəşərin əmrinə tabi olub Allahın əmrini buraxacaqsan. Bax, burada bilinir bu. Tabiçilik, bax, burada bilinir. Nəinki Allahın əmrindən üstün, hətta bəşəriyyətin, məxluqatın sözlərini Allahın sözünə bərabər belə tutmaq, bərabər kimi götürmək, bu artıq nədir? Şirkdir. Bu artıq şirkdir. Ona görə Allah Subhanahu taala buyurur: "Və la ya'murukum an tattaxizu el-melaikete ve'n-nebiyyine arbaba. Ay'murukum bil-kufri ba'da iz entum muslimun." Allah sizə nə mələkləri, nə peyğəmbərləri Allahdan başqa özünüzə məbudlar götürməyi, tanrılar, rəblər götürməyi heç vaxt əmr etməz. Məyər Allah sizə küfrdən sonra İslamdan sonra küfrü mü əmr edir? Məyər Allah sizə küfrdən sonra, yəni İslamdan sonra, İslamı qəbul edəndən sonra, Allahın əzəmətini, təzimini biləndən sonra bu təzimi, bu əzəməti məxluqata nisbət edib bu kimi küfrlər etməyi mi əmr edər Allah Subhanahu taala sizə? Əsla. Allah ibadətdə tabi olunan haqq ilah olduğu kimi hökmlərdə də şəriki olmayan və tabi olunan tək ilahdır. Allah Subhanahu taala ibadətlərdə tabi olunan tək ilah olduğu kimi hökmlərdə də şəriki olmayan, tabi olunan tək ilahdır. Yəni Allahı ibadətlərdə özünə ilah götürdüyün kimi, eləcə də şəriətində, əmrində və qadağalarında da nədir? Və halal və haramlarında da tabi olan tək ilah götürəcəksən. Tabi olunan tək ilah götürəcəksən, götürməlisən özünə. Ona görə Allah Subhanahu taala ayənin tamamında deyir: "Və mə umiru illə liyəbudullaha və mə umiru illə liyəbudu ilahan vahidə." Allah taala deyir ki, onlara yalnız tək bir ilaha ibadət etmək əmr olunmuşdur. Tək bir ilaha. La ilahe illahu subhanahu amma yüşrikun. Ondan başqa ibadətə haqqı olan ilah məbud yoxdur. Allah Taala onların qoşduğu şəriklərdən münezzəhdir, ucadır və deməli müəllifin də bu ayələri burada gətirməsinin məqsədi odur ki, halalın haramlaşdırılması və haramın halallaşdırılması Allahdan başqalarından nədir? Allahdan başqalarından nəfi edilərək itayət növlərindəndir. Nəfi edilən itayət növlərindəndir. Ona görə də burada, bu ayədə ibadət itayət kimi və ilah da itayət olunan məbud kimi göstərilib. İlah tabi olunan məbud kimi. Və kim məxluqa bu şeylərdə itayət edərsə, bu şeydə məxluqata itayət edərsə, artıq ona ibadət etmiş sayılır. Ona ibadət etmiş sayılır. Çünki tövhid və la ilahe illallahın mənası, tövhid və la ilahe illallahın mənası onu gərəkdirir ki, yəni Allahı itayətdə təkliyəsən. Allahı itayətdə, tabiçilikdə təkliyəsən. La ilahe illallah bunu gərəkdirir. Hər kəs Allahın şəriət etmədiyini, Allahın qanun etmədiyini, Allahın halal etmədiyini, halal edərsə, Allahın haram etmədiyini, nədir? Haram edərsə, yəni bu məsələlərdə şəriətə müxalif olaraq belə bir mövqedə durumda olarsa, bu məsələdə Allahdan başqasına tabi olaraq nədir? Artıq həmin şəxsi Allaha şərik qoşmuşdur. Artıq həmin şəxsi nədir? Allaha şərik qoşmuşdur və özünə itayət, ibadət olunan
məbud kimi götürmüşdü başqasını. Ona görə Allah Teala Ənam surəsində buyurur ki: "Və in ata'tumuhum innakum lemüşrikun." Əgər onlara itayət etsəniz, onda müşriklərsiniz. Əgər onlara itayət etsəniz, onda müşriklərsiniz. Deməli, şirk təkcə Allahdan başqasına dua etmək deyil. Şirk təkcə Allahdan başqasına qurban kəsmək deyil. Şirk təkcə Allahdan başqasına səcdə etmək deyil. Şirk təkcə Allahdan başqasına nəzir etmək deyil. Allahdan başqasına and içmək deyil. Təkcə şirk bundan ibarət deyil. Şirk eyni zamanda Allahdan başqasına itayət edərək şəriətə müxalif olmaqdır. Allahdan başqasına itayət edərək nədir? Şəriətə Allah Subhanahu taalaya müxalif olmaqdır. Məsələn, bugün içki halaldır yoxsa haramdır dövlətdə, qanunda? Haramdır. Qanuni şəkildə içki halaldır. Faiz qanuni şəkildə halaldır. Banklar, dövlət bankları nə ilə işləyir? Faizlə. Dövlət buna rəsmi olaraq nədir? İşləmək haqqı, hüququ verib, verməyib? Verib. Yaxşı. Zina halaldır. Necə halaldır? Yəni, əgər tutaq ki, 18 yaşına çatmış qız uşağı istədiyi kimi, istədiyi şəxsdən münasibət qura bilər. Yəni, yəni nicah olmadan cinsi yaxınlığa görə dövlətdə bir cəza varmı? Yoxdur. Deməli, zina nədir? Halallaşdırılıb. Lut qövmünün əməli, bilirsiniz də Lut qövmünün əməli nədir? İcazəlidir yoxsa yox rəsmi olaraq? Qanuniləşib. Elə deyilmi? Yəni, hər kəs öz ixtiyarı, yəni öz hüququnun sahibidir, özünün sahibidir. Əgər bu yolu seçibsə, bunu da nədir? Edə bilər. Donuz əti, o dövlətlərdə ki, donuz əti var, məsələ, donuz yeyilir. Onun satışı, içkinin satışı, məsələ belə deyək, sigaret alış-veriş satışı, dövlətə idxal, ixrac, bu şeylər qanuni olaraq halaldır yoxsa yox? Dövlətdə qanuni olaraq hamısı nədir? Halaldır. Eləcə də qumar, məsələ, kazinolar, lotereya oyunları, mərc oyunları dövlət tərəfindən hamısı qanuni olaraq tənzimlənir yoxsa yox? Hamısı deməli nədir? Halaldır. Hamısı halaldır. Və bunu halallaşdıranların hamısı, bunu halal edənlərin hamısı tağutlardır. Burada heç bir şək, şübhə yoxdur. Bunların hamısı tağutlardır. Və bu şeylərdə, bu qanunlarda bunlara tabi olanlar da müşriklərdir. Aydın oldu mu? Bu şeyləri halallaşdıranlar özləri tağutlardır. Yəni bunu qanuni olaraq devrəyə gətirənlər, qanuniləşdirənlər, sonra insanları bu qanuna tabi olmağa məcbur edənlər, bunların özləri tağutlardır. Və bunlara tabi olanlar da bu şeylərdə, bunlara tabi olanlar da müşriklərdir. Niyə? Tağutları özlərinə məbud götürüblər. Hansı məsələdə? İtayət məsələsində, tabiçilik məsələsində. Halalı haramlaşdırmaq, haramı isə halallaşdırmaq məsələsində. Aydındırmı? Yəni, eləcə də istər, məsələ, sistemi olaraq şəriət qanunu kənarlaşdırıb, onun yerinə fransız, ispan, italyan, nə bilim, rus qanunları gətirmək, bu qanunları qanuniləşdirmək, insanları buna çağırmaq, insanları buna dəvət etmək, məcbur etmək, bunların hamısı tağutlardır. Bu şeylərdə bunlara tabi olanlar da nədir? Müşriklərdir. Bu şeylərdə bunlara tabi olanlar da müşriklərdir. Yəni Allahın hakimiyyət haqqını, Allahın təşri qoymaq haqqını, qayda qanun qoymaq haqqını nəyə görə? Məxluqa verdiklərinə görə. Məxluqata verdiklərinə görə. Ələ lilləhul xalqu vəl-əmr. Allah təala buyurur ki, nədir? Yaratmaq da, əmr etmək də kimə məxsusdur? Allaha məxsusdur. Allaha aiddir. Allaha məxsusdur.
Allah Teala buyurur: "Fel hukmu lillahil aliyyil kebir." Hökm böyük, əzəmətli olan Allaha məxsusdur. Həmçinin Allah Teala buyurur: "İnil hukmu illa lillah." Hökm yalnız Allaha aiddir. Həmçinin Allah Teala buyurur: "Əfə gayrallahi əbtəği hakemen və huvellezî enzələ ileykumul kitəbə mufassala." Kitabı, qanunları sizə müfəssəl şəkildə nazil etdiyi halda Allahdan başqasını özümə hakim mi götürəcəm? Allahdan başqasını özümə qanun qoyucu, halalı haram, haramı halal edən birisi mi götürəcəm? Halbuki kitabı müfəssəl şəkildə, təfsilatlı şəkildə nazil edib. Əgər Allah Subhanahu taala bəşəriyyəti idarə etmək üçün qanunlar nazil etməmiş olsaydı, necə ki, Yahudilərin, Nəsranilərin əlində qalmadı o sağlam kitab, təhrif edəndən sonra. Elə deyilmi? Ondan sonra başvurdular, ora-bura bir şey tapmadılar. Bəşəri bir qanunlarla başlarlar idarə etməyə və s. Amma Allah Teala nə deyir gör bu ayədə? Allahın özə sadəcə qayda qanun yox, müfəssəl şəkildə izah edilmiş. Təfsilatlı şəkildə. Yəni nə deməkdir bu? Sizin heç bir məsələdə bəşəri qanuna, bəşəri nəyəsə ehtiyac yoxdur. Allah Subhanahu taala əgər kitabı ilə tam-tamına hökm etsəniz, kitab və sünnə ilə hökm etsəniz, hamısı kifayətdir sizə. Kifayətdir. Deməli, əgər hökm Allahındırsa və Allahdan başqası hökm qoyan, qanun qoyan, idarəçilik təyin edən və s. halal haram təyin edən kimi nədir? Götürülə bilməz əsla. İttəxazu əhbərəhum və ruhbanəhum arbaba min dunillah. Onlar öz alimlərini və rahiblərini Allahdan başqa rəblər götürdülər. Burada fikir verir, Allah Teala dedi, ərbabən, rəb kəlməsi dedi. Yəni bu ehtimaldır ki, bəzi elm əhli deyir ki, yəni onlar rububiyyə olaraq götürürlər hansı yöndən? Yəni onların bunların işlərini idarə etməsində, ruzi verməsində kimi etiqad da etmişdilər. Və ehtimaldır ki, rububiyyə burada uluhiyyə mənasındadır. Və bu ehtimal daha doğrudur. Buradakı rububiyyə uluhiyyə mənasındadır. Çünki ayənin siyağı elə bunu deyir. Ayənin siyağı, çünki Allah Teala sonra deyir ki, وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا إِلَهًا وَاحِدًا. Allah Teala deyəndə ki, yəni bir ayədir. İttəxazu əhbərəhum və ruhbanəhum arbaba min dunillah vəl-Məsih ibn Məryəm. Allah Teala deyir ki, onlar alimlərini və abidlərini və Məsih və Məryəm oğlu Məsihi, yəni İsəni özlərinə rəblər götürdülər, tanrılar, məbudlar. Sonra Allah Teala deyir ki, وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا إِلَهًا وَاحِدًا. Halbuki onlara tək bir ilaha ibadət etmək əmr olunmuşdur. Deməli, ayə nəyi açıqlayır? Demək, tək ilaha ibadət etmək əmr olunmuşdur. Ondan əvvəl deyir ki, onlar alimlərin, rahiblərini və Məryəm oğlu Məsihi özlərinə tanrılar, rəb götürdülər. Deməli, oradakı rəblik ibadət məsələlərindədir. Həmən ibadət də dedik ki, burada açıqladıq nə idi? Yəni ki, tabiçilik, itayət, onlara şəriətə müxalif olan şeylərdə tabi olardılar. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm açıqlaması da hədisdə, yəni ibadət kimi açıqlamışdı. Bu ayəni ibadət kimi açıqlamışdı. Və bəzi elm əhli də demişdir ki, yəni burada nəyə görə əlihə deyilməyib? Çünki onların yəni rububiyyət tövhidinə daha çox xələl olduğuna görə. Yəni əgər məsələ halal və haram etmək, bu Allahın feillərindəndir, düzdürmü? Allahın feilləri də hansı tövhidin növlərindəndir? Rububiyyə. Biz də rububiyyə tövhidi barədə demişdik ki, rububiyyə yəni Allahın etdiyi, Allahın etdiklərində təkləmək, yaratması, öldürməsi, dirmək, həmçinin halal və haram etməsi. Deməli, onlar həmən o alimləri barədə, xüsusən Yahudilər, çünki ümumən Yahudilərin alimləri, onlar daha çox yəni Tövratı araşdıran və yəni məsələləri axtaranlar olublar. Və bu məsələdə etiqad ediblər ki, deməli onlar nədir? Halal etmə ixtiyarına malikdirlər və haram etmə ixtiyarına malik özlərindən, özlüklərindən. Belə bir etiqad artıq rububiyyə problemidir.
Və bununla yanaşı da artıq onlara tabi olan da bu şeylərdə bunu olmuş olur. Bu da artıq uluhiyyətdə şirk olmuş olur. Və ümumən bu məsələ, müəllif bu kitabda ayrıca bu ayə ilə bağlı xüsusi bir bab fəsil gətirib. Orada inşallah daha təfsilatlı bu barədə danışacağım. Lakin son olaraq, xülasə olaraq bir məsələni qeyd edim. O da itayət məsələsi, yəni halal və haram məsələsində nə zaman şirk olmuş olur? Nə zaman şirk olmuş olur? Əgər etiqad edilsə, şəriətə müxalif olduğu bilindiyi halda və buna razı qalınsa, bu vaxt şirk olmuş olur. Yəni, biləndə ki, məsələn, kimlərsə Allahın şəriətində halal etdiyini haram edib və yaxud haram etdiyini halal edib. Bayaq, məsələn, misalda verdiyim bəzi içkidir, qumardır, nə bilim, zinadır, bu kimi şeylərdir. Dedik ki, bunlar nədir? Allahın kitabda hamısı nədir? Haramlardır. Elə deyilmi? Və kimlərsə gəlir, bunu halallaşdırır. Tamam, halallaşdırır bu şeyləri. Dedik ki, bu halallaşdırmağın özü, bunu kim edirsə, bu tağutdur. Amma tabiçiliyə gələndə kimlər ki, buna onun halal etdiyinə görə halal edirsə, bilə-bilə ki, bu şəriətdə haramdır, bu artıq şirkdir. Aydındırmı? Amma yox, kim halal etiqadı edərək tabi olarsa və yaxud harama haram etiqadı tabi olarsa, burada artıq bu şirk deyil, bu məsiyədir. Məsələn, misal olaraq, birisinə, bir müsəlmana atası məsələ əmr edir ki, pul verir ki, get mənə alkoqol al, içki al məsələ. Bu götürür, nədir? Gedir, alır. Burada tabiçilik oldu, yoxsa olmadı? Oldu. Amma bu tabiçilik şirkdir, yoxsa yox? Şirk deyil. Çünki niyə? Bu özü buna narazıdır və o içkinin halal olduğuna etiqad etmir. Aydındırmı? İçkinin halal olduğuna etiqad etmir. Haram olduğuna etiqad edir. Deyir ki, bilir ki, haramdır bu. Lakin müəyyən səbəblərdən, yəni, tabi olur. Burada artıq bu tabiçilik haramdır. Ona görə ki, la ta'atə li məxluqin fi məsiyyətillah. Məxluqata Allaha asilikdə nədir? Tabiçilik yoxdur. Məxluqata Allaha asilikdə tabiçilik yoxdur. Ona görə bu məsələ dəqiq və incə məsələdir. Yəni, o demək deyil ki, hər haramları edən nədir? Artıq o şeydə şirkə düşdü. Yox, ola bilər ki, şirkə düşüb bəli, oradakı etiqadına görə. Ola bilər ki, şirkə düşməyib, sadəcə nədir? Haramdır və böyük günahdır. Və bu qədər yetər, düzünü Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə əlihi və ashabihi əcmain.